Məsələ var. Avtobus zolaqlarına bəzi yerlərdə giriş var, çıxış yoxdur və yaxud da çıxış var, giriş yoxdur. Ümumiyyətlə heç biri yoxdur. Dönürsən və dərhal sənin üçün çıxmağa imkan yaradılmalıdır. 1.11 üfüqi nişanlanma xətti olmalıdır yerdə. Yoxdur. Bir neçə yeri var. Adını çəkərdim. Sadəcə olaraq şəxsən məni deməyim, ümumiyyətlə bizi izləyənlər çoxdur və müəyyən subyektlər də var ki, çalışırlar ki, bizdən qabaq gedib çatsınlar, həmin yeri çəkib göstərsinlər. Bu səbəbdən ad çəkməyəcəm. Qoy sürpriz olsun, yox, bizdən sonra gedib çəkərlər, bu da problem deyil. Sadəcə olaraq müəyyən yerlər var ki, orada da həm polis, həm də vətəndaş arasında müəyyən anlaşılmazlıqlar yaşanır. Vətəndaş deyir ki, mən hardan çıxım? Polis də deyir ki, sən avtobus zolağında hərəkət eləmişsən. Bu da tam təbiidir və normaldır. Çünki digəri belə bir problemin kökünü qoyub orada. Ziddiyyət yaranır sizlə mənim aramda. Qeyd edirəm ki, həmin avtobus zolaqlarına hansı ki, adi nəqliyyat vasitələrinin daxilması qadağandır, amma bunun lakin iki istisna halı var ki, istisnalar var ki, əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa və başqa nəqliyyat vasitələrinin bu zolaq hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinin maneə, yəni maneə yaradılmamalıdır burada. Maneə yaradılırsa, yalnız sərnişini mindirmək və düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb zolağı tərk etmək olar. Bir də digər bir məsələ isə yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub, orada müvafiq manevr etmək olar. Amma bu qaydaların pozulması halında da 100 manat məbləğində cərimə olunur sürücü və 2 cərimə balı olur.